Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini maarifləndirmə və gənclərlə iş mövzusunda təlim proqramı keçirilib. Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirin açılış mərasimində dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış ediblər. Təlim proqramının ilk günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov, Azərbaycanda mövcud dini qurum və qarşıda duran vəzifələr, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Agil Şirinov isə dini radikalizmin səbəbləri və onunla mübarizə metodları mövzularında çıxış ediblər. İkinci gün dini maarifləndirmə və gənclərlə iş mövzusu çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, dosent Asif Qəmbərov, postmodern dövrdə milli mənəvi dəyərlərin əhəmiyyəti, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə dini maarifləndirmə işinin təşkili mövzusunda təlim keçiblər.